zənnimcə mən düşünmürəm ki, Ukrayna hökuməti və xalqına mənim məsləhətimə ehtiyacı var. Ancaq yenə də mən bugün onu təsdiq edirəm və təkrar edirəm. Münaqişə ilə razılaşmayın. Və siz məhz bunu edirsiniz. Düzdür, çətin dövrlər olubdur bu il ərzində. Biz bunun şahidi olmuşuq. Bilirik ki, müəyyən dairələrin təzyiqləri olubdur ki, əməliyyatlar dayandırılsın, işğalın möhkəmləndirilməsi ilə bağlı təkliflər olubdur. Ukrayna xalqı və hakimiyyət təbii ki, buna razı olmadır. Bugün qarşı tərəf mənim məsləhətimi soruşsa, mən mövqeyimi bildirirəm, ancaq düşünürəm ki, bu qədər uyğun olmaz bugün mənim qarşı tərəfə tövsiyə verməyim, mənim qiymətləndirilməyimə gəlsə və perspektivlərə gəlsə, qaldı qida, məncə proqnozlarımız üst-üstə düşür. Məncə artıq çoxdan dərk edilməli idi ki, bu müharibə dayandırılmalıdır və bu dərhal baş verməlidir. Bu Azərbaycanın mövqeyidir, bu mənim insani mövqeyimdir.